şeyde. Nigar Hanım çok sağ olun. Nigar Hanım. Var olasınız. Çok sağ olun. Cebin dolu olsun bacı. Şeyde TikTok'ta. Bir şey. Zümrüdüm. Sen hiç kim sessiz atmır. Bak göre yine geldi mi? Kimler atır bana? Bak indi ben... Canlar bu arada. Maga çok sağ ol, var olasın. Kimiydi o? Nigula. Sağ ol Nigula. Çok sağ ol. Teşekkür edirik. Hı. Hı. Sevda Hanımdan beni sev. Hı. Oy Allah. Kurban olarım sana yani. Çok sabırlıyımdır. Aynı zamanda da dostum. İnşallah böyle bir şey diyeyim size. Ne diyeyim yani ben yani Qalamat rəhmət 333 Azenol 1 çox sağ ol, gül atanlarınız bol olsun, var olun, çox təşəkkür edirəm. Qalamat rəhmət Maga çox sağ ol. 103.3 FM elə bil dayanmadan. Valla radioda işləyirəm elə bil. Kars çok sağ ol. Kiminle oynuyor? Galiba benimle oynuyor. PK. Uşaqlar biz indi dostumuzun yanında olmalıyıq da. Yəni başa düşürsən, yəni mənim dostum məndən bir şey xahiş edirsə, onu eləməliyəm. O nə deməkdir ki, ayrıca da dünənki söhbətə qalanda isə böyük bir söhbət olmamışdı bizim aramızda. Yəni yüngülvari bir incəlik idi. O da ki, həll olundu. Mən də neyniyim? Mən yas yerində gülən adamam. Şeytan güldürür də məni. Mən yoxsa onun xətrinə heç dəyərəm mən. O nə deyir? Mən hə deyirəm də. Biz dost dosta tən gərək, tən olmasa gengir. Geldin mi? Hə, ayrıca da Nadona'da öz aramızda danışdıq, həll elədik də, yəni ki, indi heç bir problem yoxdur. Özü də birinci oynatdı. Maga çox sağ ol, var ol. Ondan sonra Nadona'da Maga çox sağ ol, təşəkkür edirəm. Birinci kişi olduğuna görə o addım attı da. Çünki o kişi də axı, ona görə o kişi kimi hərəkət eləyir. Ayrıca da bizim aramızda bazı inciklik düşən kimi yalandan dozanqurdu kimi bəzilərimiz paxıllıqdan sevinməyin. Yaxşı, böyük bir şey olmayana kimi bizim aramıza Allahdan başqa heç kim vurmasın. Mən onun yanındayım, o da mənim yanımdadır. Sonra baxarıq inşallah. Bitti mi işin? Bahardan bilir bu bitti mi dediğimi. Üzeyir çok sağ ol. Sonra neye bakarsınız? Nadona da baxırıq da sonra. Adlarını çək hədiyyata. 18 gül şah tərəfdən bu tərəfə. Bacılar və bizə dəyər verənlər. Elşən bəy, bonjour.